Salam dəyərli şagirdlərimiz, hər vaxtınız xeyir olsun. Mən Fidan İskəndərova. Bu gün sizlərlə növbəti mini sınağımızın izahını bölüşəcəm. Vaxt itirməyək, başlayaq. Hansı cümlədə fe'li xəbər var? Yadda saxlayın, fe'li xəbər olması üçün cümlədə gərək bizim bir hərəkətimiz olsun. Hərəkət varsa fe'li xəbər var. Hərəkət yoxdursa ismi xəbər var. İstisna belə olmadan bu cümlə hər zaman qaydamız sayılır. Cavabımız olacaq C variantı. Nə etdilər, dinlədilər. Baxın, bir hərəkət var burada. Amma hava bugün sərin idi, bir aktivlik, hərəkət yoxdur. Mənim qardaşım həkimdir, hərəkət yoxdur. Bu kitab çox maraqlıdır, hərəkət yoxdur. Cavabımız oldu bir də C variantı. Sual 2. Sənin qiymətin 5-dir cümləsində xəbər hansı sualı cavablandırır? Yadda saxla, istər 5-dir, istər gözəldir, istər 5-cidir, fərq etməz. Hansı sözün üzərində şəxs sonluğu varsa, bax burada şəxs sonluğu var da, 3-cü şəxsin sonunun şəkilçisi var. Hansı cümlədə şəxs sonluğu varsa, həmin cümləyə, həmin sözə sual vermək üçün hələ ki şəxs sonluğunun üstünə xətt çək, bu sözə ayrıca sual ver. De ki, 5 neçə? Daha sonra nəyin üstünə xətt çəkmişdinsə, gəl onu bura yapışdır. Olsun neçədir? Cavab C variantı. Hansı cümlədə ismi xəbər işlənmişdir? Əziz şagirdlər, az öncə xatırlayırsınızsa əgər, biz sizə fe'li xəbəri izah etdik ki, cümləmizdə gərək hərəkət olsun ki, o cümlə ismi xəbərli yox, fe'li xəbərli sayılsın. İndi isə ismi xəbər axtarırsınızsa, deməli elə bir cümlə tapmalısınız ki, orada hərəkət olmasın. Cavabımız C variantı. A-da hərəkət var, oynayırlar, nə edirlər? B-də hərəkət var, baxdı, nə etdi? D-də hərəkət var, getdilər, nə etdilər? Amma yəqin siz də təsdiqləyərsiniz ki, C variantında heç bir hərəkət yoxdur. Variantımız oldu 3-də C variantı. Əziz şagirdlərimiz, bildiyiniz kimi monitoring imtahanına demək olar ki, bir neçə ay qalıb. O səbəbdən də həm ödənişsiz, eyni zamanda bizim kitabımızı əldə etməklə də əlavə sınavlar işləyə bilərsiniz. Bilməlisiniz ki, nə qədər çox sınaq işləsəz, o qədər çox testləri sevərsiniz, vərdişləriniz daha çox artar. O səbəbdən heç hazırlığa qoşulmadan həm bizim ekranda gördüyünüz tiplərlə dolu ödənişsiz sınaqlarımızı mütəmadi, davamlı formada işləyə bilərsiniz. Eyni zamanda dediyim kimi kitabımız var, bizim monitoring kitabı. Həmin kitabı da əldə edə bilərsiniz. Bu tip bütün suallara cavab vermək üçün, ödənişsiz nə qədər sınaq varsa hər birini əldə eləmək üçün 077 752 28 93 nömrəsinə yaza bilərsiniz. Bundan da əlavə kimsə istəyirsə, əgər düşünürsə ki, əgər ödənişsiz olaraq bu qədər sınaq varsa, yəqin ödənişli qoşulsam daha çox sistemli olaraq öyrənərəm deyirsinizsə, əlbəttə ki, ödənişli qruplarımız da var. 077 752 28 93 nömrəsinə yazmaqla ödənişli qruplara da qoşula bilərsiniz. Hər şərait var, yetər ki siz imtahandan yüksək nəticə toplamış olasınız. Davam edək suallarımıza. Sabah hava soyuyacaq cümləsinin xəbəri hansı növdür? İlk olaraq xəbəri tapaq və sonra xəbərə sual verək. Görək xəbərimiz hansı suala cavab verir? Nə edəcək? Bəli, xəbərimiz göstərdi ki, mən fe'li xəbərəm. Çünki hərəkət var da burada. Cavabımız B variantı olacaq. Növbəti sualımız mətnlə bağlıdır. Başlayaq. Ekskursiya günü məktəbdə hamı həyəcanlı idi. Şagirdlər səhər tezdən məktəbin həyətində toplaşmışdılar. Müəllimlər siyahını yoxlayır, şagirdlərə təhlükəsizlik qaydalarını xatırladırdılar. Hər kəsə qrupdan ayrılmasınlar və müəllimin dediklərinə diqqətlə əməl etsinlər deyə xatırlatma edilmişdi. Avtobus yola düşəndə uşaqlar pəncərədən baxaraq yol boyu gördükləri mənzərələri maraqla izləyirdilər. Bir müddət sonra onlar tarixi bir mağaranın yerləşdiyi əraziyə çatdılar. Mağaranın girişi geniş idi,
Lakin içəri doğru getdikcə dəhlizlər daralır, hava isə sərinləşirdi. Divarlardan damcılayan sular və tavandan sallanan daşlar mağaraya sirli bir görkəm verirdi. Şagirdlər gördükləri hər detalı diqqətlə dinləyir, müəllimin izahlarını maraqla izləyirdilər. Ekskursiya zamanı müəllim uşaqlara mağaranın tarixi, burada aparılan tədqiqatlar və təbiətin yaratdığı bu möcüzə haqqında məlumat verdi. Şagirdlər anladılar ki, belə yerlərdə ehtiyatsız davranmaq təhlükəlidir. Gəzinti bitdikdən sonra hamı toplandı və geri qayıtdı. Günün sonunda şagirdlər bu ekskursiyadan çox şey öyrəndiklərini və maraqlı təəssüratlar qazandıqlarını söylədilər. Görək bu mətnə uyğun bizdən nəyi soruşurlar? Mətnə görə ekskursiyadan əvvəl müəllimlər şagirdlərə nəyi xatırlatmışdı? Müəllimlər demişdi ki, nə olur olsun təhlükəsizlik qaydalarına əməl etməlisiniz. Baxın, yalnız əylənmək yox, ekskursiya ancaq əylənmədən ibarət deyil, öyrənməkdən də ibarətdir. Əylənərək öyrənməkdən ibarətdir. Sakit danışmamağı, əksinə sakitliyə əməl etsinlər ki, yol onlara yorucu gəlməsin. Tez-tez qrupdan ayrılmağı xeyr, əksinə qrup hallarında olurdular. Cavabımız olacaq 5-də B variantı. Görək eyni mətnə uyğun digər sual tipi hansıdır? Şagirdlər ekskursiya zamanı hansı nəticəyə gəldilər? Mağaralar sadə və təhlükəsizdir. Ekskursiyalar lazımsızdır. Belə yerlərdə ehtiyatlı davranmaq vacibdir. Müəllimin izahları maraqsızdır. Xeyr, təhlükəli idi. Amma biz nə olur olsun təhlükəli olsa da ehtiyatı əldən verməməliyik. Yəni, belə yerlərdə ehtiyatlı davranmalıyıq. Variantımız olacaq C variantı. Növbəti mətnimizlə tanış olaq və ona uyğun sualları cavablandıraq. Yay tətilində Rəşad kəndə nənəsinin yanına getmişdi. İlk günlər hər şey ona maraqlı görünürdü. O, səhər tezdən oyanır, nənəsinə həyət işlərində kömək edirdi. Bir gün Rəşad dostları ilə çayın kənarına getməyə qərarına gəldi. Nənəsi ona xəbərdarlıq etdi ki, tək başına dərin yerlərə yaxınlaşmasın. Çaya çatanda uşaqlar əvvəlcə sahildə oynadılar. Bir müddət sonra Rəşad suyun sakit göründüyünü düşünərək biraz irəli getdi. Lakin birdən ayağının altındakı daş sürüşdü və o tarazlığını itirdi. Dostları bunu görüb dərhal köməyə çağırdılar. Böyüklər tez gəldi və Rəşadı sudan çıxardılar. Bu hadisədən sonra Rəşad nənəsinin sözlərinə qulaq asmamağın təhlükəli nəticələrə səbəb ola biləcəyini başa düşdü. O, bir daha təhlükəli yerlərdə ehtiyatsız davranmamağa söz verdi. Gələ görək, mətnə aid hansı suallar bizim qarşımızdadır? Sual 7. Rəşad niyə çayda təhlükə ilə üzləşdi? Üzməyi bilmədiyi üçün, tək olduğu üçün, xəbərdarlığa əməl etmədiyi üçün, hava soyuq olduğu üçün. Əlbəttə ki, xəbərdarlığa əməl etmədiyi üçün. Baxın, əziz şagirdlər, əgər Rəşad nənəsinin dediyinə əməl etsəydi, bu formada təhlükə ilə üzləşməzdi. Məsələn, A variantında yazılıb ki, üzməyi bilmədiyi üçün. Əgər mətndə kimsə yazmayıbsa ki, Rəşad üzməyi bilmirdi deyə belə oldu. O zaman biz A variantını cavab götürərdik. Orada kimsə deyə bilməz axı Rəşad üzə bilmirdi deyə. Yəni, əgər mətndə bu cümlə yoxdursa, biz özümüzdən o cümləni səbəb olaraq düşünə bilmərik. Ona görə cavab C variantıdır ki, faktiki olaraq C-də həqiqətən də nənənin dediyinə əsasən orada təhlükə olduğu göstərilmişdi. Mətndə qeyd olunub ki, nəvəsinə bildirir ki, nənə təhlükə var, getmə. Amma bu xəbərdarlığa baxmayaraq Rəşad çayın yanına getdi deyə təhlükə ilə üzləşdi. Yəni getməsəydi təhlükə ilə üzləşməzdi. Variantımız oldu C variantı. Sual 8. Hadisə Rəşada nəyi öyrətdi? Çayda üzmək maraqlıdır. Böyüklərin məsləhətinə əməl etmək lazımdır. Dostlarla oynamaq təhlükəlidir. Kənd həyatı çətindir. Baxın, kənd həyatı çətin deyil. Əgər Rəşad nənəsinin sözündən çıxmasaydı,
Kənd həyatı çətin olmazdı. Bəzən şagird düşünür ki, dostlarla oynamaq yəqin ki, təhlükəlidir. Əgər heç bir dost getməyibsə, ancaq Rəşad gedibsə, özdən nənəsi demişdi də getmə. Burada dostlarının da bir günahı yoxdur. O səbəbdən də C variantı da uyğun gəlmir. Variantımız B variantı. Böyüklərin məsləhətinə əməl etmək vacibdir. Növbəti mətn tipi ilə tanış olaq. Sinifdə həmin gün hər şey adi halda başlamışdı. Müəllim yeni mövzunu izah edir, şagirdlər isə diqqətlə qulaq asırdılar. Dərsin ortasında Elvin pəncərənin yanında oturan sinif yoldaşının narahat olduğunu hiss etdi. Onun üzü ağarmış, tez-tez ətrafa baxırdı. Elvin bunu görsə də dərsi pozmamaq üçün heç nə demədi. Bir qədər sonra həmin şagird özünü pis hiss edərək yerində huşunu itirdi. Sinifdə çaşqınlıq yarandı. Müəllim dərhal dərsi dayandırdı və tibb bacısına xəbər verdi. Məlum oldu ki, şagird səhər yemək yemədiyi üçün zəifləmişdi. Vaxtında xəbər verilsəydi, bu vəziyyətin qarşısını almaq olardı. Hadisədən sonra müəllim şagirdlərlə söhbət etdi. O izah etdi ki, bəzən bir sözün vaxtında deyilməsi böyük problemlərin qarşısını ala bilər. Elvin isə başa düşdü ki, sakit qalmaq həmişə düzgün qərar deyil. O gündən sonra ətrafında baş verənlərə daha diqqətlə yanaşmağa başladı. Sual 9. Elvin niyə dərhal sinif yoldaşına kömək etmədi? Çünki Elvin elə düşündü ki, dərsi pozmaq olmaz. Bəlkə də məsələn hansısa bir müəllim həqiqətən də boş yerə dərsin pozulmağını istəmir deyə şagirdlərə bildirir ki, əziz şagirdlər, danışmayın, əlavə sual verməyin, əlavə mövzu söhbəti açmayın. Elvin də yəqin düşünüb ki, müəllim əsəbləşər, o səbəbdən belə bir hal yaşansa belə dərsi pozmaq istəmədiyi üçün şagirdin halının pisləşdiyini müəllimə bildirmədi. Amma dəyərli şagirdlər, bu tip hallar gözlənilməyən hallardır və kiminsə səhhətinə mane ola biləcək bir hallardır. O səbəbdən də belə məqamlarda əlbəttə ki, heç bir müəllim istəməz ki, hansısa şagird bu tip hallarla üzləşsin. O səbəbdən də belə bir hadisə ilə üzləşsəz, mütləq sinif rəhbərinizə həmin an dərs pozulsa belə məlumat verməlisiniz. Cavabımız olacaq B variantı. Sual 10. Hadisədən sonra Elvin nəyi başa düşdü? Həmişə sakit qalmaq düzgün qərardır. Xeyr, bunu başa düşmədi. Ətrafda baş verənlərə qarşı diqqətli olmaq vacibdir. Bəli, cavabımız B variantıdır. Dərs önəmlidir, kömək önəmli deyil. Xeyr, bunu anlamadı. Yoldaşlarının vəziyyətinə qarışmamaq lazımdır. Bu da nəticə deyil. Elvin başa düşdü ki, mən nə olur olsun, dərsin ortasında olsam belə, əgər yoldaşımın vəziyyəti pisləşibsə, dərhal müəllimə bu haqda məlumat verməliyəm. Əziz və dəyərli şagirdlərimiz, ümid edirəm ki, bu tip mini sınaqlar, ümumi sınaqlar, ümumiyyətlə bizim sizlərə dəstəyimiz sizlərə uğurludur. Sizlərin nəticəsi üçün biz bu qədər cəhd edirik ki, müdavimlərimiz, şagirdlərimiz, müəllim və valideynlərimiz bu tip suallardan yararlansınlar. Əgər siz ödənişsiz olaraq bütün indiyə qədər göndərilən sınaqları işləmək istəyirsinizsə, 077 752 28 93 nömrəsinə yaza bilərsiniz. Sağ olun, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.